Və bu gün də yenə demək istəyirəm məlhəmlər haqqında yenə sizə məlumat verim. Bu gördüyünüz məlhəmimiz bizim. Bu məcunumuz qaraciyər təmizləyir və birmənalı şəkildə immuniteti artırır, qanın faizini artırır, prostat vəzinin fəaliyyətini gücləndirir və cinsi gücü artırır, erkən boşalmanın qarşısını alır. Başqa bir məlhəmimiz bizim migren ağrıları üçündür. Orada da nə etmək lazımdır? Orada da ağrıyanda isidirsən, alın boyun nahiyənə çəkirsən və sonunda nə olur? Ağrılı baş ağrılarından azad olursan. Eləcə də oynaq ağrılarında harada ağrı var, oraya isidib çəkən kimi ağrını götürür. Başqa bir məlhəmimiz ağrı sudu kremidir. O da üz dərisini gözəlləşdirir, civzələri, ləkələri təmizləyir, üz dərisinin qidalanmasını normallaşdırır və üz dərisini cavan saxlamaqla bərabər onun ömrünü uzadır, yəni sağlam ömrünü uzadır. Başqa bir məlhəmimiz bizim sədəf xəstəliyindədir. Səpkiləri aradan təmizləyir, yaranı sağaldır və qaşınmanı aradan qaldırır. Başqa bir məlhəmimiz yenə də üzdə bədəndə olan çapıqları aradan götürür, yaranı sağaldır. Eyni zamanda üz dərisində olan ləkələri təmizləməklə yanaşı üz dərisinin qidalanmasını normallaşdırır. Və təbii ki, başqa bir məlhəmimiz də yenə biz dedik, varikoz damar xəstəliyində geniş şəkildə istifadə olunur. O biri məlhəmimiz də oynaq ağrılarında çox geniş şəkildə istifadə olunur. Artıq bilirsiniz, ağrıları götürür və hərəkəti məhdudiyyətini aradan qaldırır.